Milli hökumətin qadın şairi Mədinə Gülgün ya Ələkbərzadə 1926-cı ildə Bakı şəhərində Ərdəbilli işçi bir ailədə anadan oldu. 12 yaşındaykən ailəsi Təbrizə yerləşdi və 1944-cü ildən ədəbi fəaliyyətini Biz Kimik şeiri ilə başladı və müxtəlif qəzetlərdə Gülgün təxəllüsü ilə yazı və şeirləri ilə çıxış etdi. 1945-ci ildə Azərbaycan Demokrat Partiyasının Qadınlar Təşkilatının üyəsi oldu və Azərbaycan qəzetinin xüsusi müxbiri olaraq çalışmağa başladı. Yazdığı Sənə gülmək yaraşır, Açıldı səhər, Təbriz və Səadət bayrağı şeirləri Azərbaycan Milli Hökumətinin qərarı ilə 6-cı sınıf məktəb dərsliyinə girdi. Mədinə xanım 1946-cı ilin mart ayında Milli Demokratik Hərəkatına qoşulduğu üçün 21 Azər medalına layiq göründü. Azərbaycan Milli Hökumətinin düşüşündən sonra Mədinə Gülgün Quzey Azərbaycana köçdü və orada olarkən Demokratlar tərəfindən qurulan Təbriz radiosunda fəaliyyət göstərdi. O, Azərbaycan Yazıçılar Cəmiyyəti üyəsi olaraq ilk şeir kitabını Təbrizin Baharı adıyla çap etdi. Mədinə xanımın ən tanınmış şeirlərindən biri Firidun İbrahiminin asılması haqqında yazdığı Firidun şeiridir. Gülgünün Sən gəlməz oldun, Məhəbbət olmayanda və Apar məni kimi şeirləri əsasında Azərbaycanda mahnılar bəstələnib. Mədinə Gülgün, xalq şairi Balaş Azəroğlu ilə 40 il evlilikdən sonra 1991-ci ildə Bakıda vəfat etdi.